Deməli, qazlar üçün, baxaq görək, buna yazaq. Qazlar üçün həll olmanın təzyiqdən asılılığı. Təzyiq artanda həll olma neyinir? Artır. Deməli, təzyiqin 5 maddə və məhlullar üçün təzyiqdən asılı deyil, həll olması. Həll olma, qrafik olaraq həll olma qrafikinin təzyiqdən nədir? Asılılığı yoxdur. Sonra, indi temperaturun həll olma, bu da temperatur. Qazlar üçün temperatur artanda həll olma neyinir? Azalır. 5 maddə üçün yazsaq həll olmanı. 5 maddə üçün yazsaq, deməli, temperatur artanda həll olma neyinir? Artır, düz mütənasibdir. İndi məsələ yazmaq qaydaları. Bax, bizə veribdir, tutaq ki, 40%li məhlul. Bu 40%li nə deməkdir? Bu deməkdir ki, 100 qram məhlulun 40-ı duzdur və yaxud da həll olan maddədir. İndi mən duz yazıram. Şəkər də ola bilər, spirt də ola bilər. 60% nədir? Sudan ibarətdir. Məsələn, bizə verir 200 qram 40%li məhlulda, duz məhlulunda. Nə qədər duz var? Bunu nətər tapıram? 200-ü vururam 40-a, bölürəm nəyə? 100-ə. Bunlar ixtisar gedir, 80 qram edir. Sonra, iki məhlulu bir-biri ilə qarışdıranda bunlara aid, deyək ki, ona aid misallar göstərəcəm. Əvvəlcə kütlə payını deyim. Deməli, duzun kütlə payını tapmaq üçün, kütlə payı bilirsiniz də, duzu nəyə bölməliyəm? Məhlulun kütləsinə bölüb və 100-ə vurmalıyam. Bəs məhlul nəyə bərabərdir? Məhlul duzla suyun cəmidir. İndi mən yenə deyirəm, duz deyirəm, ola bilər orada şəkər olsun. Həll olandan həlliyicinin cəmidir. İndi iki məhlul qarışarsa, baxın, bir dənə məhlulun var, tutaq ki, deyirəm, 200 qram 20%li. Sonra bunun üzərinə gəlirəm, məsəl üçün, tutaq ki, 100 qram 30%li məhlul gəlir. İkisini qarışdırıram. Qarışdıranda nə baş verir? Sonda deyir ki, bu məhlullar qarışandan sonra duzun kütlə payını tap. Neyinirəm? Omega bərabərdir. Məhlulları məxrəcdə toplayıram. Yəni, M1, M2. Surətdə də duzları toplayıram. Yəni, burada olur M1, omega 1, üstə gələk M2, omega 2, vuraq nə? 100. Deməli, nə tər tapırıq? Birinci qabdakı olan məhluldan duzu tapaq. Omega bərabərdir. 200 qram 20%-də nə qədər duz var? 40 qram duz. Sonra 100 qram 30%-də nə qədər duz var? 30 qram duz. Məhlullarım da deməli 200-lə 100-ün nədir? Cəmi olur. 200 üstə gələk 100 vuraq 100. Deməli, neynirəm? Həmin bu 70-i bölürəm 300-ə, vururam nədir? 100-ə. Bu da olur ümumi məhlulumun, yəni həll olan maddənin kütlə payı. Əgər belə deyək, bir məhlulumuz var, yenə yazıram 200 qram 20%li məhlul. Eləmi? Bundan tutaq ki, 40 qram su buxarlandırıblar. 40 qram su. Sonda qalan deyir, duzun kütlə payını tapın. İndi deyin görüm, duzun kütlə payı artır, yoxsa azalır su gedəndən sonra? Məhlul azalır. Bəli, su getdiyinə görə məhlul neynir? Qatılaşır. Əvvəlcə neynirik? Hər 100-ün 20-si duzdursa, 200-ün də tapdım ki, 40 qram burada nəyim var? Duzum var. İndi omega bərabərdir. Məhlul azaldı. Məhlul nə qədər idi? 200 idi. 200-dən nə qədər gedib? 40 gedib. 200 çıxaq 40. Bu hansı 40-dır? Yəni sudur. Su olanda, yəni qabı tərk edən. Duzum nə qədərdir? Duz da qabın içərisindədir, dəyişməyib. 40 vuraq 100 bölək nə? Olur 160. O da bərabərdir. 40 bölək 160 vuraq 100, o da bərabərdir 25%. Baxın, əvvəl neçə faizli idi? 20%. İndi su tərk edəndən sonra neçə faizli oldu? 25%. Məhlul neynədir? Qatılaşdı. Bu da belə. İndi belə bir məhlulumuz var yenə. Tutaq ki, 200 qram 10%li məhlulum var. Mən bura neynirəm? Duz əlavə edirəm.
Duz əlavə edim. 50 qram duz əlavə edirəm. İndi məhlulun qatılığı artacaq, azalacaq. Artır. Duz əlavə edirəm axı. Neyirəm? Əvvəlcə qabımdakı birinci duzu tapıram. 200'ü vururam 10'a, bölürəm nəyə? 100'ə. Bunlar ixtisar getdi qaldı nə? 20 qram burada duzum var. Omega bərabərdir. Əvvəl 20 qram duzum var idi. Sonraki duzum nə qədər gəldilər? 50. Sonra əvvəl məhlulum nə qədər idi? 200'dür. Sonra məhlulumun üstünə nə gəldik? 50 qram duz gəldim. Üstə gələk 50. Vuraq nə? 100. O da bərabərdir. 70 bölək 200. 50 vuraq 100. Bundan bu ixtisar gedər. Bu 1 dəfə, 4 dəfə, 4 dəfə 7 neçə edir? 28 faizli məhlul edir. Deməli, duz gələndə həmin surətə gəlirsən, həmin məxrəcə gəlirsən. Amma su gələndə yalnız məxrəcə gəlirsən. Çünki su məhlulun kütləsini artırır, amma duzun kütləsinə nədir? Təsir etmir. İndi su gələk üzərinə. Tutaq ki, yenə də götürmüşəm 200 qram 10 faizli məhlul. Üstünə gəlirəm 50 qram su. Yazıram. Əvvəlcə duzu tapım burada. Mütləq birinci duzu tapmaq lazımdır. 200'ü vururam 10'a, bölürəm 100'ə. Bunlar ixtisar getdi. 20 qram burada nəyim var? Duzum var. Omega bərabərdir. 20'ni yazıram yuxarı. 50 ilə 200'ü də neyniyirəm? Toplayıram. Eləyir neçə? 250 vuraq 100. Bundan bu ixtisar getsin. 25'ə bir dəfə, 4 dəfə. Bu da eləyir neçə? 8 faizli məhlul. Əvvəl 10 faizli idi. İndi faiz düşdü aşağı. Oldu neçə? 8 faiz. Sonra belə bir məhlul götürürük. Yenə tutaq ki 200 qram 20 faizli məhlul götürmüşəm. Bundan suyu məsələn 100 qram buxarlandırıram. 100 qram suyu buxarlandırım. İndi su buxarlananda duzun çökməsi baş verir axı. Bayaqları tutaq ki 40 qram duzum var burada. 40 qram duzum var. Bu 40 qram 200 qram suda həll ola bilirdi. Tam həll olurdu da, paylanırdı. Amma indi tutaq ki həll ola bilmir də, müəyyən qədər çökür. Suyu buxarlandırmışam axı, müəyyən qədər çökür. İndi çökəndə nə baş verir? İndi yazaq belə, omega bərabərdir. Artıq bilirəm ki duzum çökəcək. Burada 40 çıxaq x. Bu çökən duzumdur. Çökən duzumdur. Deməli, məhlulum da nə qədərdir? 200 idi məhlulum. Bundan 100 qram su getdi. Müəyyən qədər də çöktü duz. Deməli, çökən duzu surətdən də çıxıram, məxrəcdən də çıxıram. Buxarlanan suyu məxrəcdən çıxıram. Çünki məxrəcdədir də ümumi məhlulun kütləsi. Başa düşdünüz nə deyirəm? Deməli, məhlulun kütləsindən 100 qram buxarlanıb, müəyyən qədər də çöküb. Bayaqlar demişdim axı, çöküntü, çökən məhlula aidiyyatı yoxdur. Artıq o çökübsə, məhlul nədir? Həll olandan həlledicidən ibarət. Əgər maddə çökübsə, o məhlulun kütləsinə aidiyyatı yoxdur. Çökən duza həm surətdən çıxmaq lazımdır, həm də məxrəcdən çıxmaq lazımdır. Sonra, tutaq ki, bizə verilibdir, yenə yazaq, 200 qram 20 faizli məhlulla deyir. Neçə qram? Neçə qram? Neçə qram? Məsələlərdə düşür də. Neçə qram? Tutaq ki, 50 faizli məhlulu qarışdırım ki, neçə qram 50 faizli? Sonda tutaq ki, 40 faizli məhlul alınsın. Sonda 40 faizli. Deyək ki, 200 qram 20 faizli məhlulla neçə qram 50 faizli məhlulu qarışdırım ki, sonda 40 faizli məhlulum olsun. İndi bunu necə yazırıq? Deməli, əvvəlcə buradakı mən duzu tapım. Duzum nə qədərdir? 200'ü vururam 20'yə, bölürəm nəyə? 100'ə. Burada neçə qram duzum var? 40 qram duzum var. Birinci qabda. İndi gəlin ikinci qabda. Bu neçə qramdır bilmirəm. Bu x qram 50 faizli məhlul olsun. İndi gəlin burada duzu tapaq. X'i vurum 50'yə, bölüm 100'ə. Bununla bu ixtisar getdi. 0.5 x tapdım. Nəyi tapdım? Duzu tapdım. Neçə faizli məhlul alınıb? 40 faizli. Yazıram 40 bərabərdir. Məxrəcdə nələri toplamalıyam? Məhlulları. Birinci məhlulum neçə qramdır? 200 qramdır. İkinci məhlulum neçə qramdır? X qramdır. Çünki bilmirəm. Birinci duzum nə qədərdir?
40 qramdır. İkinci duzum nə qədərdir? 0.5 x-i vururam 100-ə, buradan da x-i tapıram. Neçə qram deyəndə o sizi çaşdırmasın. Onu x ilə işarə elə. Qaydanı bilirsən, bu qabdakı duzu tap, o qabdakı duzu tap. Duzları surətdə topla. Məxrəcdə nəyə toplayasan? Məhlulları qutardı. Oradan da x-i tapırsan. Sonra məhlulun sıxlığı. Məhlulun sıxlığı rho ilə işarə olunur. Məhlulun kütləsini məhlulun nəyinə bölürəm? Həcminə bölürəm. Qutardı. Rho bərabərdir. Məhlulun kütləsi m məhlul bölək v məhlul. Bu da məhlulun nəyi olur? Sıxlığı olur. Sıxlığı tapmaq üçün məhlulun kütləsini məhlulun nəyinə bölmək lazımdır? Həcminə bölmək lazımdır. Sonra belə bir şey, yəni məsələ həllərində rastlaşırıq. 20% məhlulla 40% məhlulu qarışdıranda hansı məhlullara almaq olar? 20% ilə 40% arasında nə qədər rəqəm varsa hamısını almaq mümkündür. Məsələn, 25% məhlul ala bilərsən, 30% ala bilərsən, 35% ala bilərsən, nəsə də 20 ilə 40 arasında. Deməli, 20-dən aşağı faizli məhlul ala bilməzsən. 40-dan da yuxarı faizli məhlul nədir? Ala bilməzsən. Aha, məsələn, bizə verib ki, tutaq ki, 20% məhlul, bir də 40% məhlul. Eləmi? Bu iki məhlulu qarışdıranda, tutaq ki, 25% məhlul alınır. İndi bizdən soruşur ki, bu 25% məhlulu almaq üçün 20%-dən nə qədər götürüm? Eləmi? Bir də 40%-dən nə qədər götürüm? Nə edirik burada? 40-dan 25-in çıxıram. Neçə qalır? Yazıram 15. 25-dən 20-ni çıxıram. Neçə qalır? 5. İndi bunları ixtisar aparaq. 15 ilə 5-i ixtisar apardım. 3, 1. Deməli, bunları 100-ə də vura bilərəm, vurmaya da bilərəm. 300 qram 20% məhlul götürsəm, vurum 100-ə də elə bunu. 100 qram 40% məhlul götürsəm, 25% məhlul ala bilərəm. Baxaq görək, ala bilirik. İndi baxaq görək. 20%, 40% məhlulu qarışdırdıq, neçə faizli almışıq? 25%. Bizdən nə soruşdu? Bizdən soruşdu ki, 20%-dən neçə qram götürüm? Bir də 40%-dən neçə qram götürüm? Artıq buranı tapdıq. İndi deyirəm ki, gəlin baxağın görəyin. 300 qram 20%li məhlul götürmüşəm. Bir də 100 qram 40%li məhlul. Görün bunları qarışdırsam 25%li ala bilirəm. 300 qram 20%lidə nə qədər duz var? 60 qram. Çünki 300-ü vururam 20-yə, bölürəm 100-ə. 100 qram 40%-də nə qədər duz var? 40 qram. İndi yazıram, omega bərabərdir. Görüm 25% ala bilirəm. Məhlulum burada 300-dür, burada da 100-dür. Nə qədər elədi cəmi? 400. Duzum nə qədərdir? 60-dan 40-ı toplayıram. Bu da 100. Vururam 100-ə. Bunlar ixtisar gedir. 100-ü də 4-ə böləndə 25% düşürmü? Deməli, əgər faizlər verilib, məndə sonda bu qədər məhlul, bu faizdə məhlul alınacaq. Hansı məhlulları götürmək lazımdır? Neçə qram götürmək lazımdır? Onda bu çarpaz üsulundan nədir? İstifadə oluna bilər. Molyar qatılıq məhlullarda, deməli molyar qatılıq. Molyar qatılıq S ilə işarə olunur. Həll olan maddənin molunu, yəni neçə moldur? Məhlulun həcminə bölürsən, məhlulun həcminə bölmək lazımdır. Əgər bu məhlula su əlavə ediriksə, yenə də həmin maddənin mol miqdarı qalır. Amma su əlavə edəndə məhlulun həcmi artır axı. Onda mən V məhlulun yerinə həm də üstə gələk V su yaza bilərəmmi? Deməli, su məhlulun həcmini neyinir? Artırır. Üstünə gəldiyim su. Əvvəlki məhlulumda elə o duzla sudan ibarət idi də. Yenidən əgər su gəlirəmsə, məxrəc artır, amma həll olan maddənin mol miqdarı olduğu kimi nədir? Qalır. Deməli, biz molyar qatılığın vahidini nə yaza bilərik? Maddənin miqdarı moldur, məhlulun həcmi nədir? Litrdir. Məsələn, 5 mol natrium xlorid, elə 5 mol natrium xlorid
500 millilitr məhlulda həll olubsa, onda mən nətər yazıram? S bərabərdir. 5-i bölürəm, millilitri litrə çevirmək lazımdır. 0,5-ə bölürəm. Bundan bu yığıqsa gedə 0,1 qalır. Deməli, bu da nəyə bərabərdir? Deməli, o da bərabərdir nəyə? 10-a. Burada molyar qatılıq. Deməli, bu S molyar qatılıqdır. V dedik ki, məhlulun həcmidir. Nüdə həll olan maddənin nə idi? Mol miqdarıdır. İndi iyonun molyar qatılığını nətər tapırıq? Məsələn, bizə verib ki, alüminium 2SO4 3 dəfə. SO4 3 dəfə. Bunu da verib bizə, tutaq ki, 2 mol. Mənim də məhlulumun həcmi tutaq ki, 500-dür. Məndən soruşur ki, alüminium iyonunun qatılığını tap. Yazıram belə. Burada neçə dənə alüminium iyonu var? 2-ni vururam 2-yə, 4 dənə iyon var. SO4-ü soruşsaydı, 2-ni vuracaqdım 3-ə. Deməli, iyonun sayını məhlulun həcminə bölmək lazımdır. Yazıram, S alüminiumun qatılığı, məsəl üçün, 4-ü böləcəm 0,5-ə. Alüminiumun qatılığını, iyonunun qatılığını tapsam. Əgər SO4-ü tapsam, SO4-ü ən çox 4-cü qrupa düşür. SO4-ün qatılığını tapsam, onda 2-ni vururam 3-ə, 6-nı bölürəm 0,5-ə. Deməli, iyonun qatılığını necə tapıram? İyonun sayını bölürəm məhlulun nəyinə? Ümumi həcminə. Əvvəl iyonun sayını bilmək üçün həmin o duzun molunu bilmək lazımdır. Məsələn, tutaq ki, alüminium sulfatda mol nə qədərdir? 2, 2-ni vururam. Tutaq ki, natrium xlorit veribdir. Bunun qarşısında 4-dürsə, burada 4 dənə natrium iyonun var, 4 dənə də xlor iyonun var. Aydındır. İyonun sayını bilmək üçün mən duzun molunu bilməliyəm ki, onun qarşısındakı rəqəmi onun ayağındakına vurum, indeksinə vurum və məhlulun nədir? Həcminə bölüm o həmin iyonun qatılığını tapım. Əgər iki məhlul qarışırsa, tutaq ki, alüminium xlor üçün var. Bu 1 moldur. Bir də alüminium 2, SO4, 3 dəfəm, bu da 2 moldur. Məsəl üçün deyirəm. Bunun həcmi 100 millilitrdir. Bunun həcmi 400 millilitrdir. İndi bunları qarışdırırıq. Qarışdıranda məndən alüminium iyonunun qatılığını soruşur. Yazıram belə. S bərabərdir. Alüminium burada neçə dənədir? 1 dənədir. 1-i vururam 1-ə. Üstə gələ. Burada alüminium neçə dənədir? 2 dəfə 2. 4 dənədir. Burada məhlullarımın həcmi 100 ilə 400-ü neyniyirəm? Toplayacağım. 100-ün də üstünə nə gələcəm? 400 eləcək neçə? 500 millidir. Qulaq asın, eybi yox. 500 millidir, onda litrə çevirəndə 0,5, yəni 5 bölək 0,5, o da nəyə bərabərdir? 10-a bərabərdir. Belə. Deməli, məhlullar qarışanda iyonların sayını yuxarıda toplayırsan, məhlulların həcmini də aşağıda toplayırsan. Əgər yox, su gəliblərsə, suyu aşağıda məhlulun həcmi ilə toplamaq lazımdır. Deməli, molyar qatılıqda məhlula su əlavə etsək, maddə miqdarı dəyişmir. Məsələn, tutaq ki, 2 mol alüminium xlorit həll eləmişəmsə, elə 2 mol alüminium xlorit həll eləmişəmsə, əgər mən bura su əlavə etsəm, bunun molu dəyişəcək ki, yox. Yaxşı, su əlavə etmişəmsə, nə dəyişə bilir? Omega. Qatılıq da yox, yəni molyar qatılıqdan söhbət gedir. Deməli, 2-ni bölürəm, su əlavə etmişəm. Əvvəl suyum 400 idi, indi də 100 əlavə etdim. Molyar qatılıq neyinir? Azalır. Çünki məxrəc böyüyür axı. Suyu buxarlandırsam bəs. Azalacaq. Niyə ki? Molyar qatılıq artır. Su əlavə edəndə məxrəc böyüyür deyə molyar qatılıq azalır. Suyu buxarlandırsam məxrəc kiçilir deyə molyar qatılıq neyinir? Artır. Bu da belə. Əgər bizdə məhlulun sıxlığı verilərsə, məhlulun deməli kütlə payı verilərsə, onda molyar qatılığı S bərabərdir. Rho vuraq, omega vuraq 10 bölək M düsturundan nədir? İstifadə olunur. Əgər rho verilərsə, omega verilərsə, bir də molyar kütlə verilərsə, molyar qatılığı bu düsturla hesablayırıq.